xəstəlikdir. Yəni cinsi yolla keçən infeksion xəstəlikdir. Nə etmək lazımdır? Dərhal həkimə müraciət edib bunu müalicə elətdirmək lazımdır. Bu özünü nə ilə büruzə verir? Cinsiyyət orqanları nahiyəsində həm kişilərdə, həm qadınlarda xırda ət xallarına oxşayan xırda belə əkiklər, ziyillər əmələ gəlir. Həmən ziyillər xırda ölçüdə də ola bilər, sonra zamanla böyüyə də bilər, yayıla da bilər. Yəni bunlar yayılmağa meyilli bir xəstəlikdir və çox yüksək səviyyədə keçicidir. Hətta prezervativlə də bunun keçməsi mümkündür. Prezervativdən istifadə bu xəstəlikdən qorumur. Prezervativdən istifadə herpes xəstəliyindən də qorumur. Yəni virus yolu ilə keçən cinsi xəstəliklər prezervativlə qorunması çox çətin olur. Belə deyək də, genital herpesdə hardasa 30-40% qoruma verir. Papilloma virusda isə heç 1% də vermir. 1% də vermir ki, bundan insan qorunsun. Ona görə belə hallar varsa cinsi əlaqədən çəkinmək lazımdır. Yəni partnyorun cinsiyyət orqanlarında ət xalları, ət törəmələri müşahidə edirsinizsə cinsi əlaqədən çəkinmək lazımdır. Və ya cinsi əlaqə olubsa artıq dərhal həkimə müraciət etmək lazımdır. Preventiv, yəni qabaqcadan gələn tədbirlər görmək lazımdır ki, yoluxma baş verməsin. Bu da mümkündür. Yəni bizim təbabətin əsasını qoyan insanların dediyi kimi ən yaxşı müalicə profilaktikadır. Yəni xəstəliyin qarşısını almaqdır. Ona görə də bunun da yolları var, üsulları var. Əvvəla paltar sabunu ilə cinsiyyət orqanlarını yumaq, sonra həkim tərəfindən təyin olunmuş dezinfeksiya edici maddələrlə, aseptik, antiseptik maddələrlə cinsiyyət orqanlarını işləmək ki, bu virusları bacardıqca məhv eləmək üçün. Yox, əgər bu alınmazsa, əgər yoluxma baş verirsə, onda həkimə müraciət edib onu vaxtında müalicə eləmək lazımdır. Müalicə özü burada 2 hissədən ibarətdir. Birinci hissə, papilloma virusun yaratdığı yəni törəmələr, xırda ətciklər aradan qaldırılmalıdır, ziyillər və ondan sonra da xəstənin immunitetinin qaldırılması və onun xəstəliyə qarşı orqanizmin